Yusifcanlı kəhrizi. Təxminən əsr yarımdır ki, onun dupduru suyundan insanlar faydalanır. Bu kəhriz zaman-zaman dövlət təsərrüfat sahələrinin, eyni vaxtda şəxsi həyətyanı sahələrin suvarılmasında mühüm rol oynayıb. Bəs kəhriz kim tərəfindən inşa edilib? Bu xeyirxah əməl sahibi kimdir? 19-cu əsrin sonlarında Şuşa qalasından Zeynalabdin Abbasoğlu adlı bir nəfər Ağdam bölgəsinin Yusifcanlı kəndinə köçərək burada yaşamağa başlayıb. Onun sənəti dəyirmançılıq imiş. Qısa zaman kəsiyində o kənd cəmaatı ilə qaynayıb qarışıb və kənd sakini Baba kişinin bacısı Şanisə xanımla ailə həyatı qurub. O kənddə bir müddət yaşadıqdan sonra kəndin ərazisində su dəyirmanı inşa edib. Həmin dəyirmanı fasiləsiz su ilə təmin etmək üçün kəndin yuxarı hissəsində kəhriz quyuları qazdırıb və onun suyunu arx vasitəsilə inşa etdiyi dəyirmana qədər gətirib çıxardıb. Beləliklə, Zeynalabdin Abbasoğlu kəhrizin suyundan istifadə edərək dəyirmanı işlədib və öz dolanışığını təmin edirmiş. Bundan əlavə, həmin kəhriz suyundan Yusifcanlı kənd cəmaatı müəyyən haqq müqabilində də öz həyətyanı sahələrini də suvarırmışlar. Deyilənə görə Zeynalabdin kişi Bərdə və Tərtər rayonlarının ərazisində bir neçə su dəyirmanı inşa edib. Yusifcanlı kəndində qurulan su dəyirmanı Sovet hakimiyyətinin xüsusi mülkiyyətin ləğvi və kollektivləşmə siyasəti nəticəsində fəaliyyətini dayandırıb. Kəhriz isə daha uzun ömürlü oldu. 30 ildən yuxarı erməni işğalı dönəmində belə kəhrizin suyu qurumayıb və bugün də axmağa davam eləyir. Yusifcanlı kəhrizi öz sakinlərinin yolunu səbirsizliklə gözləyir. Biz inanırıq ki, kənd cəmaatı yaxın zamanlarda öz doğma yurduna, yuvasına dönəcək və bir zamanlar Zeynalabdin Abbasoğlunun öz vəsaiti hesabına qazdırdığı kəhrizin göz yaşı kimi dupduru suyundan gündəlik həyatında istifadə eləyəcək. Ruhun şad olsun Zeynalabdin kişi. Biz bugün Yusifcanlı kəndinin, Ağdam rayonu Yusifcanlı kəndinin ağsaqqallarından, dəyərli ağsaqqallarından Həsən dayının evindəyik. Həsən dayını ziyarət eləməyə gəlmişik. Biz zaman-zaman gənc nəsil, sonraki nəsil kəndimizin tarixi ilə bağlı, kənddə olan şəxsiyyətlərin taliyi ilə bağlı bir çox məsələlər, yəni bilmədiyim, bizim yaşımızdan əvvəl baş verdiyində həmişə kəndin ağsaqqallarına müraciət eləmişik. Dövrü görənləri, o adamları görənlərin, sonra kənddə müəyyən tikintilərlə bağlı planlarla olanlar, o adamlar hansı ki görüblər, onlara müraciət edib tarixi onların vasitəsilə, kəndimizin tarixini onların vasitəsilə öyrənmişik. İndi bu günləri də bizim kəndimizlə bağlı bir əsas Həsən dayını narahat eləməkdə məqsədimiz odur ki, kəndimizin yuxarı başında olan kəhriz, tarixən Yusifcanlı kəhrizi deyilən kəhrizin tarixi ilə bağlı istəyirik ki, bilgilər alaq Həsən dayıdan. Bu erməni faşistlər hansı ki bir 30 il bu torpaqları əlimizdən aldı, yəni biz gedib çata bilmirdik. İndi şükür Allah ki, dövlətimizin, xalqımızın birgə səyi nəticəsində, qəhrəman oğlanların şücaəti nəticəsində millətimiz torpaqlarına yad elləri qovdu, işğaldan azad elədi torpaqları. Bugün kəhrizimiz də azaddır, sulara axıb gedir, bu günləri kəndimizin də azaddır, torpağımız, ərazimiz azaddır. Yaxın vaxtlarda inşallah kəndimizə də köçəcəyik. Allahın köməyinə mən istəyərdim ki, həmin o Yusifcanlı kənd kəhrizi barədə Həsən dayının dilindən eşidək. Öz indi mən bura gələndə də məlum oldu ki, Həsən dayı 1933 təvəllüdü, 93 yaşındadır, 93 yaşı var. Kifayət qədər böyük yaşdır, Allah daha çox ömür versin. 95-i, 100-ü, 110-u qeyd eləyək və canlı tarixdir Həsən dayı. Və istəyərdim bu məqamda da həmin o Yusifcanlı kəhrizi deyilən kəhrizin tarixçəsindən bizə bir məlumat verəsiniz. Yusifcanlı kəhrizin qalalı nəcəz vardı, onu o dəbini... Hə, o Zeynalabdin deyirlər belə. Hə. Bax, o vurdurub. Oradan onu çəkib, onun
son vaxtlar o yüzden bu yüzden nam koyup su kesirip onun arxı büyüğünde durur. Bəli, Orada. bəli, Bak büyün. Oraya geçsek bəli. çökekliği bilinirkin buradan. O yüzden namı koyup bu yüzden kesirip ökütçü mülkü diye yerin Bəli, adı. öküzçü mülkü, bəli, bəli, eşitmişəm. Yerin adı da. Aparıp orada soğarıp özüne qalalı olduğuna bakma. Yeri o vaxtlar eləyir değil mi? Əhməsən düşmür. Doğru, kimin idi? doğru. Hə. Aparıb soğarırdı. Hətta o dəyirmançı olub deyir, dəyirman, su dəyirmanı da işlədirmiş Həsən dayı. Hə, Məlumatı dərmanın da yeri dururdu. Sonra onu nədənsə istifadə elədilər, mal aldılar. getdi Sovet kənd. hökuməti qurulan vaxt. Hə. Hə, amma Novruzlu Kəhrizin Saybalı kəndin görəniniz sən Bəli, görmüşük Saybalı. Çox Bak, getmişik. ondan yuxarı gözü başlayır. Bəli, bəli. Hər yerdə qaya ilə. Bəli. Qayanı heyzən döşün çəkib, oradan belə yer atıyor. Sel altının Torpağı qırağıyla. qarqara, Bəli, bəli. qarqara Sel altının tökür qırağıyla. heyzən. Bəli, bəli. Qayanın döşü ilə gəlir. Bax beləsinə mənim bu qolum kimi. Belə qalxır, həmən o Kababas dediğimiz Novruzlu kişinin Hə. mülkünə. Bəli, bəli. O mülkün də qabağı gedirdi Novruzluların adı. Bəli. Aparırdı, soğarırdı. Bəli, o yuxarıdakı Novruzlu Hə, kəhrici. həmən o yamaşla Gedən kəhrici, deşilib bəli. gələn yer. Həsən dayı, deməli belə bir mən də məlumat almışam ki, belə araşdırma falan ki, bəzi şeylər sizdən daha dəqiqləşdirmək istəyirik. Həmin o Zeynalabdin kişi gəlib Ağdam rayonunun Yusifcanlı kəndinə, Hə. deməli özü qalalıymış da, Şuşalıymış. O erməni zət, o müəyyən narahatçılıqlar dönəmi olub gəlib. Burada amma o dəyirmançıymış həm də. Gələndə ümumiyyətlə kəhrizləri həmişə kəndin yuxarı hissələrində salırmışlar ki, deyə dediklərinə görə. Onun Təsərrüfatı suyu tutsun. təsərrüfata, kənd cəmaatı istifadə edib. Hər bir kəndin daha yuxarı hissəsində olub. Onu da orada deyir o vaxt qazdırıb ki, həm aşağıda qurduğu su dəyirmanı daimi fasiləsiz su ilə təmin eləsin. Eyni zamanda kənd təsərrüfatında da, həyətində, bacasında da istifadə eləsin. Sonra da o baba kişi deyilən kişinin deyirlər ki, bacısı Şanisə ilə evlənib, elə olub Yusifcanlılı. Deyir ki, hardansan, deyir evlənməmişəm, bilmirəm. İndi bu qalalı olsa daha, gəlib bu kənddə evlənəndən sonra Şanisə xanımla, olub elə Yusifcanlı kəndi doğub, törüb, bu günləri də həmin adamların nəsli, nəcabəti kəndimizin böyük hissəsini təşkil edir. Lazım müəllimi də, Zeynal müəllimi də, orada yurdunda qalanlar, falanlar, Əliqulu kişi yolun hamısı nəsli davam edir. Həmin o kəhrizi Zeynalabdin kişi, deməli o məqsədində mənim eşitdiyimi sizdən dəqiqləşdirmək istəyirəm. Ona görə qazılıb, həm də dəyirman fasiləsiz su ilə istifadə olunsun. Amma ki, bu adamın imkanı olub özə gələndə də, qaladan bizim kəndə gələndə. Çünki olmasa onu nətər qura bilərsən ki? Yer fəsili qaçırdılar suya, Bəli. qalaya. Onun köyün adı ilə qaladı. Qaladı, Şuşa bəli. sonra Doğru, oldu. doğru. Hə. Elə bir havalar soyuyanda gəlirdilər təsərrüfata. Bəli. O vaxtı kişilər. Bəli. Həmən dediyimiz o Zeynalabdin da, o birisi də, bu birisi də. Bəli, bəli. O devrin quruluşu oydu. Həsən dayı, mən eşitdiyimə görə, deməli bu sonra, Sovet hökuməti qurulandan bir neçə illər sonra, bu o vaxtlar axı qolçomaqlar, nə bilim, kulaq deyib adamları tuturdular. Zeynalabdin kişi də görüb ki, artıq bu quruluşda xüsusi mülkiyyəti işlətmək asan deyil. Mümkün deyil. Mümkün, o deyir, aralaşıb o işdən ki, tutulmasın. Tutub o vaxt 30-cu illərdə gülləlirmişlər adamları. Bu da deyir, ona imtina edib, həmin o dəyirmanı işlətməkdən. Ondan sonra dəyirman yavaş-yavaş sıradan çıxıb. Son illərə qədər o dəyirmanın yeri qalmışdı. Mən o köhnə poçtu zadı, mən onun yerini görmüşdüm. Həmin o dəyirmanın köhnə yeri, amma istifadəsiz olub. Amma nə yaxşı ki, vurdurub o kəhriz. Bu günlərdə o kəhrizin suları dupduru suyu axır. Görürsünüz, quruluş dəyişib, insanlar dünyasını dəyişib, amma kəhriz yenə qalıb öz yerində. Həsən dayı, mən bir şey bilirəm də, qaladan köçüb gəlib, imkanı olub gəlib, köçüb bura gəlib, amma narahatçılıqlar varmış da tarixən orada. Amma bu evlənibsə artıq,
burada yaşayıbsa elə ona da Yusufcanlı deyirik də Yusufcanlı sakini də. Nə olsun harda doğulub. Bir gün gəlib evlənib, şansı arvadla evlənib, ondan neçə oğlu uşağı olub bu günlərdə nəsil davam edir. Və amma kəhriz əsas odur ki, bax deyirsiniz, quruluş dəyişir, Sovet hökuməti də getdi, amma qazdığı o kəhriz bu gün də xalqa xidmət edir. Novruzlu'nun kəhrizi, gene bayaqda dedim elə bir. Bəli. Sayvalı kendinden yukarı başlayır, Bəli, qayanın döşüyle. bəli, yuxarı hissədə olub da həmişə. Qayanın döşüyle, lağın qayanın altıyla gedir, bir lağım açıqlar, oradan aş gedir. Bəli, O kəhriz Doğru. yerin altıyla aş gedir. Bəli, bəli. Adam boyu, Bəli. adam dik gedir. Bak böyle gaza su çağırdılar. Onun torpağı hamısı Qarqar çayına tökülüb Bəli. döşten. O hiç kim diyebilmez ki bu Sultanının dığı yağı neydi? Novruzluların kəhrizi ancaq orayla belə. Hələ yuxarı Saybalıdan Ha. başlayaraq gəlib də, onun bu birisinin aidiyyəti yoxdur. Gəlir, dolayı çıxır. Sonra Hüseyin bəyin kəhrizi olub, o qiyam adını gedən Hüseyin bəyin O- kəhrizi olub. Bizim kətdən bu yüzdə Qarqardan götürüyor, Qarqar Bəli. çayından. O da Qarqardan bizim tərəfdən başlayır. Ha, Görürsünüz? bizim kendim Bəli. əsas ümmətlərin içindən keçir o. Bəli. Ümmətlər də sonradan iki kişinin əmələldi, dörd evidir, beş evidir. Ya mən gördüyüm, xanlar müəllim Az yer idi, bəli, Ha. kiçik yer idi. Onun içindən keçirdi, yönü qübləyə gedirdi, tökülürdü da o qəlbindən tökülür. Yer qəlbi idi, Hə, o tərəf çökəydi. bəli. Orayla da çəkib aparırdılar o vaxtın təsərrüfatına. Qiyam adını cəmaatı Ha. təsərrüfatı suarırdı. Ha. Bəli. Bax bilir. Bəli. Səməd Buyurun, buyurun. Səməd müəllim, mənim də az yaşım yoxdur. 65 Bəli. yaş, Hə, 6 ay. doğru. 66-nın içindəyəm. Bəli. Elə mənim ağlım kəsəndən o kəhrizin suyundan ancaq Yusufcanlılar Bəli. istifadə edir. Bəli, Həm bizim- içməyə, həm təsərrüfat işi suarmağa. Qarqanın içindən val qoymuşdular o üzə. Keçirdi Bəli. o bir taylara suarırdı. Ondan ancaq biz Yusufcanlılar istifadə Mən edirik. hə- İndi onu kimlər mənimsəyirsə, Vallahi vallahi yanlış, səhv yanlış, fikir, yanlış fikir. Evet. Mən hətta eşitmişəm ki, o vaxtlar mənim elə hətta son zamanlar Sadıqov Sabir bizdə direktor olanda istəyirmiş ki, turbalara daşıb kəndə gətirsin o suyu da. Belə bir söhbət də deyirdilər ki, yəni su həmişə istifadə olunur bizim kənddən. Özü bax görürsünüz Həsən dayı da çox doğru deyir ki, deyir Novruzlu deməli kəhriz Saybalıdan başlayır. Niyə? Tarixən mən onu tarixini oxumuşam. Ümumiyyətlə kəhrizlərin tarixi. Bilirsiniz də mən sənədli filmlər də çox yazmışam. Bütün hallarda kəhrizlər kənddən yuxarı hissədə, kəndin Bəli. niyə orada elə qazırdılar? Niyə kəndin aşağısında qazmırdılar? Çünki yuxarıda olmalıdır ki, həmin o kəndin, həmin kəhrizin suyu bütövlükdə kəndin təsərrüfatını tutsun. Yəni aşağıda olmalıdır kənd, kəhriz də yuxarıda olmalıdır. Çünki o dövrdə elektrik olmayıb, artezyan olmayıb, amma kəhrizlər vasitəsilə təsərrüfatını suarıb həyətyanı sahəsini. Ona görə də kəndin yuxarı hissələrində qazıblar. Bayaq Həsən dayı deyir, bizim Saybalıdan başlayıb o Novruzluya gəlir. Mən Bizim onu kəndimizin də həmin o Zeynalabdin kişinin qazdırdığı həmin kəhriz. O O da təsərrüfat kənddən yuxarıda olub ki, həm orada su dəyirmanının fasiləsiz su ilə təmin eləsin, çünki başqa su mənbəyi yoxdur, artezyan yox, falan yox. Həmin kəhriz, çünki bu adam kənkan imiş, daha doğrusu dəyirmançı adamlardan misal üçün Dəyirmançı. şahı alırmış, neçə şahı ki, taxılını üydürmüş, ondan pul qazanırmış. Həmin o dəyirmanın da fasiləsiz işləmək üçün fasiləsiz su gəlməlidir. O da kəhriz vasitəsi ilə olub. Onu elə qazdırıb yuxarıdan və gəlib həmişə ondan istifadə edir. Qalan suyu da cəmaət həyətyanı sahəsini və təsərrüfatın əkini biçinə sərf edib. Tarixən də belə olub. Elə Həmişə belə deyil bizim də, kəndimiz istifadə Həmin- edib o sulardan. Həmin o suyu mən həyətyanı sahimi suarırdımsa, aparıb qəpik qurmuşum. Verirdim, Bəli. götürüb sarırdım. Bəli, Öz bəli. başına Bəli, deyil. bəs çünki onu bu adam qazır, pul Ha. verib, qazdırıb da. Öz malıydı, elə də Bəli, satırdı. o xüsusi mülkiyyət. Yalnız o nə vaxt Abbas müəllim, o vaxt nəticəsi, o artıq Sovet Sovet hökuməti hökumətindən oturuşandan sonra görüblər ki, kənddə biraz imkanlı adamları kulaq eləyib bir güllələyirlər. Onda həmin bu Zeynalabdin kişi imtina eləyib. Mənim hətta belə bir fakt eşitmişəm ki, bir gün atı ilə qonşu kənddən gəlirmiş,
Bu, hələ onu deyim Həsən dayı, mənim bildiyim məlumata, əldə etdiyim məlumata görə bu Zeynalabdin kişi nəinki bizim o kənddəki su dəyirmanını işlədib, quraşdırıb. Bu hətta Tərtərdə, Bərdədə də bu adam bacarıqlıymış da, onu bilirmiş. Bir neçə gedib su dəyirmanları qurub bu adam. Yəni çünki bu adam dəyirmancı daxı, o adamlar hər adam bilmirmiş onu. Gedib Tərtərdə, Bərdədə neçə dənə su dəyirmanı qurub həmin adam. Həmin bu görüblər ki, atın üstünə gəlir, həmin vaxtda ruslardan bizim kəndimizdə adamlar olub. Gəlib kənddə həmin 37-ci illərdə adamları tutub, kim qulaqdır, kim nə bilim başizadır, qolçamaqdır filan. Səfərov ağali olub bizim kəndimizdə, siz onu yaxşı bilərsiniz. Niyyət kişinin evinin yanında orada həmin şey dayanırmışlar. Həmin bu silahlı da çiynində Rus əsgərləri filandı, kənddə güya qulaq axtarırlar. Bu da görürlər ki, Zeynalabdin kişi atın üstündən çuxalı zadı, özü Bazburqda kişi olub, gəlir. Həmin bu Rus deyib ki, bu Zeynalabdin elə qulaq da axtardığımız budur. Onda deyib ki, ağalı kişi, nə danışırsan, o çobandır, onu öyle başına papaq qoyub elə, daim çöldə bayırda olub. Yoxsa tutub onu da aparırmışlar həmin vaxtda. Yəni həmin o qorxudan, hansı ki qolçomaq kimi, qulaq kimi tutulmamaq üçün su dəyirmanı işlətməyindən imtina eləyib. Sovet hökumətinin o illərində, deməli, kollektivləşmə dövründə də xüsusi mülkiyyət ləğv olunub. Hətta Həsən dayı bilər, bağları olub, hər kəsin bağları olub, hamısı sonra Sovet hökuməti milliləşdiriblər, sonra ləğv olunub xüsusi mülkiyyət hamısı. Yəni demək istəyirəm ki, o kişi ona görə o su dəyirmanı işlətməyib, çəkilib kənara, amma onu deyim ki, Sovet hökuməti dönəmində daim bizim Yusifcanlı kənd cəmaatı həyətyanı sahələrin suarmasında o kəhrizə sularından istifadə edib, eyni zamanda bütün savxozun təsərrüfatını, Hüseyin dayının bağı, belə bütün də hansı yeri tutubsa, həmişə o sulardan istifadə eləmişik. Məntiqlə də ki, inşallah kəndimizin bərpasından da sonra həmin sulardan biz yenə öz həyətyanı torpağımızın suarmasında və təsərrüfatımızın suarmasını istifadə etməliyik. Bəzi adamlar deyir ki, kəhriz bizimdir. Sizin olsa siz axardı da, sucan yaxmaz. Bəs axı, bax Həsən dayı dünya görmüş insandır. Deyir ki, o kətləndə yuxarıda, tarixən belə olub, məntiq belə deyir ki, kəndi tutmaq üçün yuxarısında qazılmalıdır ki, kəndi tuta bilsin. Axı aşağıdan geri qaytarma olmaz ki, suyu. Bu mümkün olan şey deyil ki, bunu tək bizim Ağdamda yox ha. Hansı rayonlarda kəhrizlər qazılıb, o məntiqə söykəniblər ki, kənddən xeyli yuxarı hissədə qazılmalıdır ki, onun suyu kəndi gəlib tutsun. O məntiqə uyğun olaraq həmin o dəyirmançı Zeynalabdin ki, Allah rəhmət eləsin, qəni-qəni rəhmət eləsin ki, qazıb, qoyub gedib. Görürsünüz, insanlar gedib bu dünyanı tərk edib, quruluş dəyişib, formasiya dəyişib, yeni sistemlər yaranıb. Amma o böyük kişilərin qoyub getdiyi kəhriz həmişə xalqa xidmət edib, torpağa xidmət edib və hələ belə hesab edirəm ki, bundan sonra əsrlərlə də yenə xidmət edəcək. Mən elə Həsən dayının iştirakı ilə burada elə bir kiçicik söhbətimizdə də fürsətdən istifadə edib o Zeynalabdin kişiyə qəni-qəni Allahdan rəhmət diləyirəm. Amin. Allah rəhmət eləsin. Evlatların, nəsillərin Allah var eləsin ki, o böyük kişi böyük bir sərvət qoyub bizim elə gedib bu dünyanı tərk edib. Və hər adam bu günlərdə o suyun içində göz yaşı kimidir, o kəhrizin suyu da ki görmüşük də, göz yaşı içmək olmur da, vallahi o qədər soyuq su. İçdikcən deyir ki, Allah sənə rəhmət eləsin, ay bunu qazdıran kişi. Yəni rəhmət qoyub gedən kişilər olub, o cümlədən də biri də həmin o Zeynalabdin kişidir. Allah qəni-qəni rəhmət eləsin. Həsən dayı, Allah sizə də ömür versin, Allah can sağlığı versin. Allahın köməyi ilə elimizə, obamıza qaydacağıq. Həmin o kəhrizin sularından da həyətimizi də getirib suvaracağıq, təsərrüfatımızı da ondan hələ istifadə edəcəyik Allah. İnşallah. İnşallah. Abbas müəllim, sizin də bir sözünüz falan. Çox sağ olun. Bugün gəldiniz mənim evimə, şad elədiniz. Allah sizə dəyməsin. Var olun. Allah köməyiniz olsun. Həsən dayı, bir sözün sadın, bir fikrin. Fikrim nə olacaq? Sən Kərbəlayı Səməd? Bəli. Kərbəlayı Səməd, Həsən dayıyla mənim dədəm Kazım ki ilə dayıoğlu Mamoğlu olub. Bəli, mənim atam dayıoğlu Mamoğlu olub. Bəli, bilirəm o ki, bax görürsünüz, informasiyaları köhnə kişilərdən almaq lazımdır.
hamısının yeri yataqlı bilirlər. Yəni adamlar kimsə cavanlar uydura bilər özündən nəsə, amma canlı tarix burdadır. Allah sizə ömür versin Həsən dayı. Çox sağ olun. İnşallah bir 100 illiyini qeyd eləmək üçün gələrik. Burada bir təmtəraqlı İnşallah. tədbir keçirərik. İnşallah. Sağ olun, salamat qalın. Var Sağ olun. ol, var olun.